İlk öncə əti qaynamağa qoydum. Mən bu dəfə mal ətindən istifadə etdim. Siz istəsəz toyuğun sinətindən, başqa ətdən də istifadə edə bilərsiniz. Ətin kəfini yığdıqdan sonra duzunu da töküb ağzını örtdüm. Çox yumşaq bişməsi üçün gözləmək lazımdır. Ət nə qədər yumşaq bişərsə, sonda sobaya getdikdə bir o qədər yumşaq halını qoruyar. Sonra tərəvəzləri doğrayırıq. Bolqar biberlərini uzun-uzun doğrayıb, başqa bir tavaya yağ əlavə edib, həmin tavada bütün ərzaqları qovururuq ki, həm dadları bir-birinə keçsin, həm də onlar da sonda sobaya gedəndə qurumasınlar. Soğanı da eyni qaydada doğrayıb, bolqar biberlərinin üzərinə əlavə etdik. Yaşıl biber də həmçinin. Mən bu dəfə tərəvəzlərin üzərinə bir azca acı biber də əlavə etdim. Ət də tamam bişib yumşalandan sonra onları da eyni tərəvəzlər kimi xırda-xırda doğrayırıq. Və tərəvəzlər tam qovrulub hazır olduqdan sonra onların da duz istiotunu tökürük. Əti də didəndən sonra artıq lavaşın bükülməsinə keçirik. Mən bu dəfə dönər lavaşlarından istifadə etdim. Lavaşlarım çox böyük olduğu üçün başından biraz kəsdim. Kəsdiyim yerə bir qat tərəvəz, bir qat ət qoyub bükməyə başladım. Bükmək də tamamilə sizdən asılıdır. İstəsəz kub şəkilli, dördbucaq şəkilli və yaxud mənim kimi uzunsov şəkilli bükę bilərsiniz. Bu dürməklərimin içi, bükülməsi mənə aid olduğu üçün evdə bu dürməklərin adına rə dürməkləri deyirəm. Hətta uşaqlar da bu dürməklərimi bişirməyimi istəyəndə mama bizim üçün rə dürməkləri hazırla deyirlər. Onu da qeyd edim ki, istəsəz pomidor xiyar da belə düzə bilərsiniz. Amma pomidor xiyar düzsəz mütləq sulu yerlərini kəsin ki, lavaşlar islanmasın. Lavaşları sobanın qistinə düzdükdən sonra üzərlərinə yumurtanın sarısını çəkirik. Daha sonra qızarması üçün sobaya qoyuruq. Və budur, qızardı. Hazırlayan hər kəsə nuş olsun.